Salam dəyərli izləyicilər. Xəbəriniz olsun ki, yeni tikilən evlərə qaz sayğacı qoyulmağı bir müddətdir ki, dayandırıb. Bununla bağlı Azərqazın Nazirlər Kabinetinin sərəncamına əsasən qərar var. Yəni yeni tikilən evlərin hətta 1 metrində qaz xətti olsa belə, əgər sizin evinizin şəhadətnaməsi, yəni bizim başa düşdüyümüz dildə kupçası yoxdursa, sizə qaz sayğacı qoyulmayacaq. Hələlik bu yalnız qaza aiddir. Mən bildiyim qədər elektrik enerjisi və su ilə bağlı hələ ki bu problem yoxdur. Yəni evi tikirsən, bitirirsən, ancaq qaz sayğacı qoymaq üçün mütləq şəkildə şəhadətnamə alınmalıdır. Amma burada bir problem ortaya çıxır. Bu dəqiqə Bakı şəhərində 500 minə yaxın sənədsiz ev var və bu hər gündə tikilməkdə olan sənədsiz evlər var ki, onlar bələdiyyə torpağında və yaxud icra hakimiyyətinin verdiyi torpaqda tikilir. Yəni bu torpağın hər hansı bir sənədi var. İstər bunu bələdiyyə vermiş olsun, istər icra hakimiyyəti vermiş olsun. Və mövcud qanunvericiliyə qədər də əgər bir mərtəbəli, yəni 16 daş üstündə ev tikirsənsə, yəni onun üçün hər hansı bir tikintiyə icazə də lazım deyil. Yəni torpaq sənədin varsa, onun üzərində evi tikirsən və daha sonra bunu sənədləşdirə bilərsən. Əslində Azərqazın bu qərarı alqışlanması qərardır. Yəni necə alqışlanması qərardır? Çünki sənədləşdirmənin olmağı, hər şeyin dəqiq olmağı yaxşıdır ki, yəni bir evin şəhadətnaməsi olsun, kupçası olsun və onun qaz sayğacı da qanunlara uyğun olsun. Amma burada maraqlı bir məqam ortaya çıxır ki, əvvəl gərək vətəndaş kupçanı ala bilsin ki, ondan sonra qaz sayğacı qoya bilsin. Bu kupçanı almaq da bir ciddi problemə çevrilir. Problem də bundan ibarətdir ki, bələdiyyənin sənədin, icranın sənədin, bələdiyyə, bunların ikisinin sənədin torpaq komitəsi, bunların hamısının verdiyi sənədi də ən axırda Asan Kommunal qəbul eləmir, hərəsində bir problem çıxır, vətəndaş get-gələ düşür. Bunun bir asan yolu olmalıdır, bunun bir pəncərəli bir sistemi olmalıdır ki, vətəndaş bunun əsasında həm torpaq sənədindən əsasında evinə şəhadətnamə ala bilsin, həm də digər zəruri kommunal sayğacları qoydura bilsin. Yəni heç kim istəmir ki, sənədsiz evdə yaşasın. Yəni bu hər kəsin, kiminsə belə arzusu deyil. O nöqteyi nəzərdən bugünkü halda Azərqazın atdığı bu qərar məntiqsiz görünür. Çünki ola bilər ki, kimsə kabinetdə oturub bu qərarı verir, gözəl. Amma bir çıxıb Bakı ətrafı kəndlərə baxmaq lazımdır, oradakı evlərə baxmaq lazımdır, günü-gündən tikilən evlərə baxmaq lazımdır və ən əsası bugün modda olan makler evləri ki var. Bir də görürsünüz ki, 5-6 sot torpaqda 4 dənə, 5 dənə ev tikilir və yan-bayan tikilir və satılır. Bəzən bunların hamısına bir dənə sayğac qoyulur və yaxud kimsə evlər tikir, kirayə verir. Yəni bu günlərin bu Bakı şəhərinə axıncı çoxdur, xüsusən də regionlardan imkanı olanlar gəlirlər ucuz qiymətə həmin evləri ya özləri tikirlər, ya alırlar, ya da ki, maklerin tikdiyi evlərdə kirayə qalırlar və yaxud kimisə tikdirib kirayə verdiyi evlərdə qalırlar və bütün bunlar da təbii ki, problemdir. Ümumiyyətlə, bir məsələni həll eləməkdən ötürü mərhələli şəkildə onu həll eləmək lazımdır. Birinci maddəni həll eləməmiş, 5-ci maddəni ortaya çıxartmaq məntiqsizdir. Yəni, sənin şəhadətnamən yoxdur, mən sənə qaz sayğacı qoyuram, yaxşı mən neyiniyim? Bu şəhadətnaməni də mən ala bilmirəm. Bu torpağı burada verən var. Kimsə verib bu torpağı da buna, bu heç kim gəlib qanunsuz, qaydasız gəlib paransa zəbt edib oturub ev tikə bilməz ki, Bakıda onsuz da yeri yoxdur ev tikməyə. Buna hər hansı bir icra hakimiyyəti ya bələdiyyə, bu dövlətin hər hansı bir orqanı verib bu sənədi, düzdür. Yəni bu vətəndaşın burada ev tikməyinə kimsə icazə verib. İndi hansı vasitə ilə verib, necə verib, bu ikinci mövzudur. Bundan danışmırıq. Və sən gəl buna sayğac vermə ki, sənin mütləq şəkildə gərək şəhadətnamən olsun. Olsun. Biz də istəyirik şəhadətnamə olsun. Görün bu şəhadətnaməni verən varmı? Problem gəlir buradan qaynaqlanır. Ümumiyyətlə, əvvəllər belə şey yox idi. Əgər sənin hətta
torpağın bir sənədi var idisə də, onun əsasında qaz da, su da, işıq da, digər sayğaclar da rahat şəkildə gətirilib qoyulurdu. Yəni bilmirəm bu qərarı kim çıxardıbdı. Sən qaz satırsan. Sənin orada şəhadətnamənin olub-olmamağın nə aidiyyatı var ki? Sayğacı qoyacaqsan, cəmaət qazını istifadə edəcək, sən aylıq pulu ödəyəcək. Mən başa düşürəm, bu qanuniləşmə üçün bir addımdır. Əla. Amma bu koordinasiyalı şəkildə olmalıdır. Bu elə pərakəndə mən buradan qaz sayğacını verməyim, o birisi oradan su sayğacını verməsin, o birisi oradan torpağa sənəd verməsin. Bununla məsələ həll olmur. Məsələni həll eləmək lazımdır. Koordinasiyalı şəkildə icra hakimiyyəti ilə, bələdiyyə ilə, torpaq komitəsi ilə, Asan Kommunalla bir dənə də məlumat bildirildi ki, əvvəllər heç olmasa bu qərar qəbul olunandan əvvəl şəhid ailələri üçün, qazi ailələri üçün bu məsələdə bir güzəşt var idi. Yəni məsələn şəhid ailələrinə qaz sayğacı təmənnasız qoyulurdu, növbədən kənar qoyulurdu. Bir neçə şəhid ailəsinin də müraciəti olub bununla bağlı. Hətta Azərqaza da müraciət ediblər və onlara bildirilib ki, artıq Azəriqaz bu məsələlərə baxmır, gedin Asan Kommunala. Yəni gedin məsələnizi orada həll edin. Çox təəssüf ki, belə vəziyyətlə üz-üzəyik. Mən başa düşürəm, indi bəziləri ola bilər ki, qınasınlar ki, qanuni eləyirlər də, düzdür. Qanuni eləyirlər. Amma o qanun da qüvvəyə minənə qədər bir mərhələ keçir də, yəni istənilən bir qanun qəbul olunur və bir müddətdən sonra o qüvvəyə minir. Bunun bir hazırlıq məsələsi var. Ona görə də yəni bu hazırlıq işlərini görməmiş bu cür belə qərarlar vermək vətəndaşın ziyanınadır. Sağ olun, bugünlük bu qədər. Çalışacağam ki, növbəti verilişlərdə də sizi məsələlərdən xəbərdar edim ki, xəbəriniz olsun.